Salam əzizlərim, hər birinizi xoş gördük. Kanalımın dəyərli izləyiciləri. Bugün salamlarımı göndərəcəm Ayan İnqilabzadə, Dünya, Məlikə və Samir Əskərov adlı izləyicilərimə qucaq dolusu salamlarımı göndərirəm. Və hər birinizdən xahiş edirəm kanalıma dəstək olun, abunə olmağı unutmayın və yaxud da ki videolarımızı digər uşaqlarla da paylaşın ki, onlara da yaxşılıq etmiş olasınız, onlar da dərslərimizdən yararlansınlar. Ancaq hər birinizə xahiş edirəm, kimin adlarını çəkməyimi istəyirsinizsə mütləq çalışın kanal adı ilə yox, öz adlarınızı yazın ki, bu şəkildə sizə müraciət edə bilim. Bir daha Ayan İnqilabzadə təşəkkürlərimi bildirirəm. Ayrı-ayrılıqda Dünya xanıma təşəkkürlərimi bildirirəm. Məlikə xanım və Samir Əskərov adlı izləyicilərim. Hər birinizə salamlarımı göndərirəm və təşəkkürlərimi bildirirəm. Dərsə başlaya bilərik artıq düşünürəm ki. Deməli, bugün yeni bir dərsimizə başlayırıq. Deməli, fərdlər sosial həyatın əsasıdır. Bundan öncəki dərsimizi şəkil üzərində işlə izah etdik. Sosial həyat nədir? Artıq biz bilirik sosial həyatın nə olduğunu və ona görə də indi bugün dərsin davamı olaraq, mövzunun davamı olaraq fərdlər sosial həyatın əsasıdır. Səhifə olacaq 40 və 41. 8 sualdan ibarət dərsi. Bugün onları izah edəcəyik. Deməli, hər bir insan fərddir. Fərdlər bir-birlə sosial əlaqələr qurur. İnsanın sosial həyatı onun ailəsi, dostları, qohumları, qonşuları, məktəb və ya iş yoldaşları ilə birgə fəaliyyət əsasında formalaşır. Hətta ona tanış olmayan fərdlərlə qurduğu ünsiyyət və əlaqələr də sosial həyatın bir hissəsidir. Fərdin sosial həyatında fəaliyyəti onun mövqeyini təyin edir. Məsələn, sosial həyatdakı daha aktiv olan fərdlər siyasətçi, menecer, təşkilatçı olurlar. Sosial həyat insanların təkcə bir-birlə şəxsi və üz-üzə münasibəti deyil, bu son illərdə həyatımıza daxil olmuş onlayn əlaqə ilə də mümkündür. Yəni ancaq üz-üzə gərək sosial həyat illahda qurmalısan deyə bir şey yoxdur. İndi hal-hazırda sosial həyatın çoxusu demək olar ki, onlayn formada mümkün olur. İstər YouTube üzərindən, istər nə bilim başqa bir sosial şəbəkələrdə və yaxud da ki adicə oyunda belə insanlar son dövrlər baxıram uşaqlarda əlaqə qura bilirlər. Onlayn əlaqələri e-poçt, sosial şəbəkələr, video görüntü, audio və digər vasitələrlə də qurmaq olur. Bu da sosial əlaqələr dünyanın müxtəlif yerlərindən müxtəlif irqləri, müxtəlif dinlərə sahib insanların əlaqəsi təsvir olunmuşdur. Yəni onlayn əlaqədir burada gördüyünüz kimi. Fərd və cəmiyyət arasında sıx əlaqələr mövcuddur. Onlar bir-birlərinə bağlı, bir-birinə asılıdırlar. Yəni hər bir fərd ayrı-ayrılıqda fəaliyyət göstərə bilmir də, bir-birlərinə asılıdır və bir-birlərinə bağlıdır. Fərdlərin həyatında cəmiyyətin rolu böyükdür. Eyni zamanda cəmiyyətin inkişafına da fərdlər mühüm əhəmiyyət kəsb edir. Fərd bioloji varlıqdır. İki eyni fərd olmur, lakin oxşar fərdlər ola bilər. Yəni iki eyni insan ola bilməz də. Sadəcə bir-birlərinə oxşaya bilərlər. Adicə əkiz uşaqlar belə bir-birlərinə oxşasalar da, onlar da ayrı-ayrılıqda fərqlərdir. Yəni fərqli cəhətləri var da əlbəttə ki, fərd sosial varlıqdır. Onun nitq və ünsiyyət qurmaq bacarıqları, fikir yürütmək qabiliyyəti, yaradıcılıq imkanları və digər keyfiyyətləri olur. Fərd bir vətəndaşdır. O öz ölkəsini, millətini təmsil edir. Ona görə elə hərəkət etməliyik ki, ölkəmizi heç vaxt heç yerdə utandırmayaq yəni. Hər bir fərdin öz yolu var. Gördüyünüz kimi, fərd tək halda yaşaya bilməz. O, ailə və ətrafındakilərlə birlikdə yaşayır. Buna görə də fərdlər məsuliyyət daşımaq məcburiyyətindədirlər. Fərdin məsuliyyət hissi onun cəmiyyətdəki mövqeyinə güclü təsir edir. Məsələn, dərsə gecikən, dərslərini zəif oxuyan şagird sinifin ümumi göstəricilərini mənfi təsir edir. Fərd olaraq bunu dərk edən şagird sinifdə digərlərinin qarşısında məsuliyyət daşıyır. Görün nə gözəl cümlələr qurur. Yəni siz fərd olaraq təkcə özünüzü düşünməməlisiniz. Hansı cəmiyyətin üzvüsünüzsə oranı da düşünmək məcburiyyətindəsiniz. Məsələn, adicə sinifdən başlayaq və yaxud da ailədən başlayaq. Özünüzü ona uyğun aparmalısınız ki, heç vaxt məsəl üçün valideynlərinizin başını aşağı salmayasınız, utandırmayasınız və yaxud da ki müəlliminizi və yaxud da digər insanları. Əgər məktəb futbol komandasının qapıçısı məsuliyyətsiz edib məşqlərə gəlmirsə, bu onun qapıçı bacarıqlarının aşağı düşməsinə səbəb olur. Nəticədə komanda əsas oyunda uduza bilər. Qapıcının məsuliyyətsizliyinə görə komanda uduzarsa, digər üzvlərin qapıçıya münasibəti də yaxşı olmayacaq. Baxın, nə gözəl dərsdir, gözəl sözlərdən ibarət mövzudur. Hər biriniz inanıram ki, bu dərsdən nəticə çıxaracaqsınız. Hər biriniz ağıllı uşaqlarsınız. Yetəri qədər böyümüsünüz, 6-cı sinifdə oxuyursunuz artıq və ona görə də
ailəniz qarşısında, cəmiyyət qarşısında məsuliyyətinizi dərk edə biləcək yaşdasınız. İnanıram ki, bu belədir. Deməli, A şəklindəki sxemi öz nümunənizə tətbiq edin. Ailə, dövlət, cəmiyyət anlayışları arasında əlaqəni izah edin. Sual 1-də belə bir deməli mövzu var, belə bir sual verir. Anlayışlar arasındakı əlaqəni izah etməyinizi istəyir. Ailə, dövlət və cəmiyyət arasında qarşılıqlı asılılıq mövcuddur. Bu mövzu haqqında uşaqlar çox şey danışmaq olar. Sadəcə qısaldılmış formada yazıram ki, sizin üçün də asan olsun. Ailə cəmiyyətin və dövlətin əsasını təşkil edir. Dövlət isə ailəni və cəmiyyəti qoruyur və inkişaf etdirir. Yəni ailə kiçik bir dövlətdir deyəndə bunu zarafat başa düşmək olmaz. Hər bir ailə kiçik bir dövlətdir, dövlətin üzvləridir, cəmiyyəti təşkil edir və dövlət də ailə cəmiyyətin və dövlətin əsasını təşkil edir. Dövlət isə ailəni və cəmiyyəti qoruyur və inkişaf etdirir. Bu birinci sualımızın deməli cavabı idi uşaqlar. İkincidə B şəklinə diqqət yetirin. Hansı qitədən olan yaşıdınızla onlayn əlaqə qurmaq istərdiniz? Səbəbini artıq bunu sizə buraxıram. Çünki B şəklində bayaq göstərdiyimiz onlayn əlaqə idi. Hansı qitədən, hansı yoldaşınızla əlaqə qurmaq istərsəniz, yəni bunu bir ingilis ola bilər, alman ola bilər və yaxud da Afrikalı ola bilər, Avstraliyalı ola bilər, hər kimlə istəsəniz və yaxud da bir İndoneziyalı ilə əlaqə saxlamağı, bu artıq şəxsi fikrinizdir deyə bu sualın cavabını mən izah etməmişəm. Bunu artıq sizə buraxıram. Üçüncü sualımız onlayn əlaqələrin müsbət və mənfi cəhətləri nədir? Mən bunu da əslində sizə buraxmalıydım. Bu da sizin şəxsi fikirlərinizdir. Sadəcə belə istiqamət anlayışında olsun deyə. Məsələn, vaxta qənaət etmək olur. Təbii ki, bu müsbət xüsusiyyətdir. Müəyyən qədər vəsait xərclənir, mənfisidir. İnsan orqanizminə təsir eləyir. İnsan orqanizminə mənfi təsir göstərir, doğrudur. Həddindən artıq kompüter, telefon qarşısında durmaq insanın necə gözünə, başına, yəni bədəninə, yəni müxtəlif orqanlarına mənfi təsir göstərə bilir və daha çox fərd ilə əlaqə saxlama imkanı olur ki, bu da bunun müsbət cəhəti hesab olunur uşaqlar. Dördüncü sualımızda vaxtınızın çox hissəsini kimlərlə keçirirsiniz? Sinif yoldaşlarınızla yoxsa onlayn əlaqə yaratdığınız dostlarınızda və nə üçün? Bu da sizin şəxsi fikrinizdə əslində qalsa, hər hansı bir dostunuzun adını yazın və bunun səbəbi nədir? Yəni səbəb olaraq belə də deyə bilərsiniz ki, yaxşı anlaşa bilirsiniz və yaxud da başqa cavablarınız varsa onları da yaza bilərsiniz. Bu artıq sizin şəxsi fikirlərinizdir. Mən düşünürəm ki, mənim yazdıqlarımdansa öz fikirlərinizi qeyd etsəniz, o daha məntiqli və normal sayılar. Yəni sizin dostlarınızı artıq siz özünüz tanıyırsınız da kimlə əlaqə qurmağı daha çox sevirsiniz. 5-ci sualda C təsvirini necə şərh edərdiniz? C şəklində puzzle təsvir olunmuşdu. C şəklini siz özünüz kitabdan baxa bilərsiniz. Bu şəklin mahiyyəti çox böyükdür. Yəni boş-boşuna puzzle olaraq təsvir edilməyibdir də. Cəmiyyət müxtəlif fərdlərdən ibarətdir. Lakin fərdlər bir-biri ilə əlaqəsi olmadan tam cəmiyyət ola bilməz. Bayaqları mətndə də oxumuşduq bu hissəni. Cəmiyyətdə müxtəlif xarakterli insanlar vardır. Bu fərdlərin hər biri cəmiyyətin üzvləridir. Yəni hər bir fərd ayrı-ayrıqda fəaliyyət göstərə bilməz. Onlar yalnız birlik olaraq hansısa bir işin öhdəsindən gələ bilərlər. Fərdlərin əlaqəsi olmasa tam cəmiyyət, bax bu hissəsinə diqqət edin ki, tam cəmiyyət ola bilməz. Cəmiyyət müxtəlif fərdlərdən ibarətdir və hər biri də bir-birinə əlaqəsi olmadan tam cəmiyyət ola bilməz. Cəmiyyətdə müxtəlif xarakterli insanlar vardır və bu fərdlərin hər biri cəmiyyətin üzvləridir. Bax bu çox gözəl sözlərdir. Hər birinə diqqət etməyinizi istəyirəm. 6-cı sualda uşaqlar D şəklində olduğu kimi fərdlərin özünə məxsus yollarının olması onların cəmiyyətdən təcrid olmasına səbəb ola bilərmi? Fikrinizi əsaslandırın. İlk öncə xahiş edirəm bütün sualların cavablarını özünüz düşünün, ondan sonra videoya baxaraq kömək ala bilərsiniz. Deməli, fərdlərin özünə məxsus xüsusiyyətləri vardır. Bir cəmiyyətdə fərqli baxışlar bir arada yaşaya bilər. Adicə ailəmizdən götürək, hər birinizin ayrı-ayrı xüsusiyyətləri ola bilər, amma bir yerdə yaşaya bilirsiniz gördüyünüz kimi. Bu isə cəmiyyətin inkişafına təkan verir. Cəmiyyət üzvlərinin hamısı eyni cür düşüncəyə malik ola bilməz. Hətta ən qədim qəbilələrdə fərdlər fərqli düşünmüşdü. Yəni, amma bir yerdə yaşamışlar da, fərqli düşünə bilər. Biri müasir baxışlı dünyaya
açıq gözünə baxa bilər, yəni biri qapalı düşüncə tərzinə malik ola bilər. Yəni hər biri bir cəmiyyətdə yaşaya bilirlər, hamısı birlikdə bir arada yaşaya bilirlər. Fərdlərin müstəqil fikirlərinə hörmət edilməlidir. Əsas məsələ, bax diqqətiniz bu sözdə olsun ki, hər bir fərdin müstəqil düşüncələrinə hörmət edilməlidir. Bu bir mənalı şəkildə qarşılanmalıdır ki, hər birimiz istər yəni bizim xoşumuza gələn tərzdə danışsın, danışmasın, o özünün şəxsi fikridir və ona görə də hörmət etməyi sizlərə tövsiyə edərdim. 7-ci sual. Deməli, Y şəklinə əsasən sizin hansı qruplarla əlaqənizin olduğunu söyləyin. Bu da sizin şəxsi fikrinizdir. Yenə şəkildə fərd və kollektivin qarşılıqlı əlaqəsini göstərən təsvir var. Hər bir şagird sinif kollektivinin üzvüdür. Bu, yəni bu mənim fikrimdir, amma özünüz də yaza bilərsiniz. Hər hansı bir kollektivin üzvüsünüzsə, bu sözləri mütləq həmin sözləri əvəz edə bilərsiniz. Öz fikirlərinizi əvəz edə bilərsiniz. Hər biriniz fərdi olaraq musiqi, idman klubunda, rəssamlıqda və digər qruplarda da, yəni hansı işlə məşğul olursunuz, hansısa bir kursa gedirsinizsə, o qruplarda iştirak edirsinizsə, hər bir qrupun, yəni üzvü sayılırsınız da. Bu da sizin müxtəlif dostlar qazanmağınıza, daha çox sosial əlaqələrə malik olmağınıza imkan verəcək. Nə qədər çox insanla əlaqə saxlayırsınızsa, nə qədər çox cəmiyyətin üzvüsünüzsə, hansısa kollektivin bir üzvüsünüzsə, deməli daha çox əlaqələrə, daha çox sosial əlaqələrə malik olmanıza şərait var deməkdir uşaqlar. 8-ci sualda və nəhayət sonuncu sualda səhv eləmirəmsə, siz hansı qrupların qarşısında daha çox məsuliyyət daşıyırsınız? Bu sualda ilk öncə özünüz cavablandırın, daha sonra mənim fikirlərimə qulaq asa bilərsiniz. Bu yaşlarda hələ ki öz ailələri və sinif qarşısında məsuliyyət daşıyırsınız. Yəni hər biriniz öz ailəniz və sinifiniz qarşısında məsuliyyət, ən azından müəllim qarşısında, öz ailənizin qarşısında hal-hazırda məsuliyyət daşıyırsınız. Sizin ən böyük məsuliyyətiniz budur. Gələcəkdə artıq işlə təmin olunanda, işləyəndə iş kollektivi ilə və yaxud da ki, digər sosial qruplar qarşısında məsuliyyət daşıya biləcəksiniz. Amma hal-hazırda daha çox hansı məsuliyyəti daşıyırsınız desək, öz ailəm, sinifim, müəllimim qarşısında və yaxud da sinif yoldaşlarım qarşısında məsuliyyəti daşıyıram, yaza bilərsiniz. Bu da son, hər birinizə bir daha uğurlar arzulayıram. Çalışın fikirlərimizdən, yaxşı mənada yararlanın. Sadəcə cavab olaraq yazmayın bunları. Çalışın nəticə çıxarın uşaqlar. Hər birinizə uğurlar arzulayıram. Artıq yəni siz istədiyinizi etmiş oldum. Sizin istəyinizə uyğun olaraq, tələbinizə uyğun olaraq artıq dərsimi yazılı formada keçirəm. İnanıram ki, hər biriniz yararlanacaqsınız. Hər birinizə uyğundur bu üsul. Mənim üçün hər biriniz dəyərlisiniz. Çox sağ olun xoş sözlər üçün, dəyər verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərimizdə görüşmək ümidi ilə. Sağ olun.